Qarğa gülür. Deyirsən o bir damla suyla o boyda odu söndürmək niyyətim var. Deməm bilirəm ki, onsuz oda çatamayacam. Və bu damcıdan o oddan heç nə şey eləməyəcəm. Amma mən öz mövqeyimi göstərirəm, öz yolumu göstərirəm. Aydındır da. Hə. Mənim bəlkə də naqiz, bəlkə də səhv qıldığım namaz, etdiyim ibadətlər, yaxşılıqlar bu qəlbdə olan bir şeydir. Bildiyin qəlbdə çoxaldım. İçdən gəlməlidir, bəli, doğrudur. Hə, onu da o azı çox eləyən, çoxu az eləyən Allahdır. Şübhəsiz. Mən həmişə demişəm, bir var 2000 manat maaş alır, amma Bərəkəti yox. bu aydan o aya gözünə görsənmir. Elə adam var ki, 150 manat, 200 manat pensiya alır, məsələn, maaş alır. Baxsan da o 2000-dən çox da özün ailəsini dolandırır, bərəkətlidir. Ruzi hər kəsə verir, amma bərəkəti sevdiyi Yüce Rabbimiz verir, bəli. Bəli. Deyil sizin üstünlüyünüz, sizin aranızda fərq, yalnız təqva ilə. Yəni, nə qədər sən Allah'a sevirsən, nə qədər Allah'a inanırsan, ibadət edirsən, Allah o qədər də sənə yaxındır. Onu belə versə, onun bərəkətindən, ruzindən qanadın qanası qədər azalma olmaz. Təbii. İhsanı Süleymana taxtacı verən Allah, Yusuf'da zindana salır. Bizi yaratmaq səbəbi yalnız ona ibadət etmək, qulluq etməkdir. Allahın yaratdığı işlərə görə Allah'a tərif demək. Şükür etmək. Məsələn, binaların arasından belə ağaclar da var belə. Baxıram ki, insanın cüzətlikləri və Allahın yaratdığı. Təbii. Çox aralarında fərq var və qüdrət sahibidir Rəbbim. Və onda mən Elhamdülillah deyirəm. Məsələn, qıraqdan baxar ki, başı pozulur şey. Elmi dildə buna şəxsiyyət pozğunluğu da absürsüz kompulsiv şəxsiyyət pozğunluğudur. Mən o qeyri-güc iradəni görürəm Allahı. Və bunu etiraf edirsən, Elhamdülillah deyirsən, amma bəzən sən başarab deyər. Amma bu qədər nizam, İslam, güzellik, yoktan var olmak. Bu yani şey değil. Allah subhanahu ta'ala'nın qüdrət nişanələri. Təsadüf ola bilməz. Təbii ki. Təsadüf olmaz. Eğer biri təsadüf deyilsə, Təsadüf diye bir şey yoxdur. təsadüf deyilsə, o bizə nədir? Çox ağılsız insandır. Ağlı var amma məntiqə əsaslanmır da demək. Baxıram ki, bir çoxsu ateistlərin, deistlərin hamısı açıq taxır. Onun izahını gətirdim ki, bunlar haqqı görmürlər. Səbəb nədir məsələ? Haqqı görmürlər. Bəsirətləri bağlıdır da demək istəyirsən. Haqqı görmürlər, yəni onlara göz lazım deyil. Bəsirət deyirlər də, bəsirətləri Sən bir aya baxanda, bir o mənzərəsini seyrəyəndə və bunun sahibinə təşəkkür etmək. Sən də gör, mən də gör. Mən bu son zamanlar özümdə belə şeylədim ki, gördüm ki, başqasının qaranlığı gördüyü qədər mən ondan daha elə bir zülmətdir, onun gözündə zülmətdir. Amma mən haçarı taxıb açıram, mənə deyir ki, nətər görürsən onu? Haradadır? Məndə heç görürsən. Bəsirəti bağlıdır. Bizim cənnətdə və cəhənnəmdə də o səviyyədədir. Bildin necə? Zövqü yaşamaq. Deyirlər cənnət 7 qatdadır. O qatdır. Zövqü sən necə yaşasan, 3%-la, 4%-la, gözün necə görür? Elə görəsən. Zövqdə dediyin fərqli Cənnətin işarələrdə bir çox. Bəzən deyirlər, alma cənnətdən meyvə deyil. Demək ki, cənnət dünyanın nisbətidir. Dünyada necə yaşayırsanca, ən zəngin insan, qəlbi mutmain olmuş insandır. Təslim olan insandır. Və ondan sonra Həzrət Əlinin bir sözü var, deyir ki, mən 3 dəfə dünyanın talağını verdim. Amma dünya məndən əl çəkmədi. Sonra bir hədisdə var, şəfitlərini göstərdi, deyir ki, bu şəfit qədər dəyəri yox. O cırıq edər, çox da yamıyır. Çarıqın deyirsin, bəli. Yəni, nə qədər dünyadan əl çəksən, dünya sənin vecində olmur, o qədər dünya sənin dalına düşəcək. Doğrudur. Bir alimdən soruşublar ki, biz kəsqlunun daşını necə atar? Ki, cömərd ol.
Deyir, necə yəni? Mənim hisslərim yoxdur, sən mənə deyirsən cömər. Deyir, cömər olur da, ya, cömər. Bir qəpik belə olmuyor. Bir gülüşlə, xoş sözlə. Təbəssümlə, bəli, ehsan. Ehsan eləmir. Bir yetimin başından Xoş bir söz, bəli. Hə, Allah 10 qatını səni qaytarır. Təbii ki. Şöbə müdürü təsəvvür elə və işçisi şöbə müdürün adından bütün işçilərə bayramlarda, Ramazan bayramında ehsanlar, işdən sonra əgər kimsə yaxşı işləyərsə mükafatlandırmaq və müdürün adından eləyərsən bunu. Bəli. Müdür onu necə dayan? Çünki müdür otağından çıxanda hamı ayağa duracaq, şey eləcək ki, Ehtiram. bu müdürün adından olunan şeydir. Bəli. Müdür necə də mükafatlandırar ki, sən mənim adımı uca tutmursan, uca eləmirsən. Deyir necə? Sən mənim adımdan vermirsən, gələ 10 qatını çox ver ki, qoy şanın daha da rahat. Eynən də, mən deyirəm axı, həmişə axirət dünyanın nisbətidir. Eynən də bu qaydada axirəti düşün və Allahın sənin nəzərini düşün. Dünya bir teatrdır. Səhnədir, bəli. Oynayanlar yerdədir, izləyən göydə. Təbii ki. Və sən izləyənə xatir oynamalısan. Şübhəsiz ki, sənin kimi oyuncular ki, sən düşünmə ki, kimlərsə nəsə deyə. Çünki ən çox insanlar özün fikirləşir. Təəssüflər olsun ki, düşünmürlər Allah nə deyər bu işə. Və eyni zamanda sənin sözünün qüvvəsi bir şey yadıma düşdü. Quran-ı Kərimdən bir ayə Zilzal Zəlzələ surəsi. Orada Yüce Rabbimiz buyurur ki, فَمَنْ يَعْمَلْ مِثْقَالَ زَرَّةٍ خَيْرًا يَرَى وَمَنْ يَعْمَلْ مِثْقَالَ زَرَّةٍ شَرًّا يَرَى. Yəni, hər kim fərq etməz, dünyadan bəhs edilir. Kim xeyir iş görərsə, onun açıqlamasını verir. Dünya və axirətdə onun xeyrin görər, xeyir iş görərsə, zərrə qədər olsa və eyni zamanda ziyan bir, zərərli bir iş görərsə, dünya və axirətdə onun zərərini görər. Eynən, dünya və axirətdə deyil. Bəli, həm dünyada, həm axirətdə. Və mən bunu... Yəni Allah Subhanahu taala onu əvəzsiz buraxmaz. Quranda bir ayə var, yığdıqlarını əldəlik, qızğın odda əldəlik. Bəli, Bax, bəli. yanar od deyil, qızğın od. Bəli. Əldəlik olan iki böyürlərinə bax. Qızıl, gümüş, bəli, toplayanların vay halına. Hə, orada məna nəyə çəkilir? Yəni toplayan, verməyən, zəkatını verməyən. Təbii ki, zəkatını Ən çox verir, qızıldan bəli. zəkat çıxılır da. Bəli. 1/4-i, malın 1/4-ni Allah yolunda verməlisən. Harada zəkat varsa, namaz, sələt var. Bəli. Zəkat verin, sələt edin. Namaz qədər də zəkat önəmlidir. Təbii. Vermək çox önəmlidir. Bu bizən həyat budur, verilərək. Bəli. Həmişə deyirəm, o elə belə gələn şeyində sonra nəyinsə veririk, verməliyik. Təbii ki, çıxır bizdən. Hə. Bəli, bəli, elə doğru. Ya atomların hərəkətində də belə verməlisən ki, versin. Təbii ki. Hə. Bu elmi izahı da var. Sən zəkatı verməyəndə eyni ayədə dediyi kimi Bəli. iki böğürlərində od olur, bir enerji olur. Böğürlərlə problem olur. Baxsan, böğürlərin üstündə hətta görsənən qədər şiş olur. Stana oxşuyur. Niyə stan? Ham istəyir. İngiliscəsində adıdır. Onun bir adı da haramleşmə. Çünki vermirsən, neynirsən? Cəmaatının haqqına girsən. Haqqın nasıl? Eynən stan kimi. Eynən stan. Simitçilik deməksən, simit. Həm də ki, Beytulmalda nə olur yaxı stan? Bəli. Gəlir, ailə büdcəsinə zərər vermək. Yığır da bəli, toplayır. Yeyir, ziyan vurur. Baxsan, o ücret olan əksəriyyəti Ramiz Mehdiyev bax, krisə yoxdur. Figurası da elədir. Çünki illərlə cəmaatın haqqını yiyir. Biz də xəta günah edirik. Xətasız, günahsız insanlar yoxdur. Kamil insan, zahir insan. Deyir, əgər hətta müşriklər belə deyirlər ki, Allah bizə bir xəbərdarlıq göndərsəydi, mələk göndərərdi. O Quranda da deyir ki, siz insan bəşər olduğuna görə sizə bəşər göndərdim. Bəli. Lazım olsaydı, yəni mələk göndərə bilər. Ən çox məsələn hardakı fitnə fəsad olub, Allah Subhanahu taala o yerlərə Peyğəmbərlər göndərib. Bəli. İnsanlar islah olsun. İslah olması üçün göndərib. Bir çox mesajlar var ayədə. Məsələn,
bildiriş, xəbər verir. Qul deyil. Qul yəni de, söylə deməkdir. Sən vəzifən nədir qardaş? Söylə. Sən haqqı söylə. İstər qəbul etsin, istər etməsin. Yəni onu Rəbbinə bırak. Yüce Rəbbimiz görür yəni hər şeyi Allah Subhanahu taala görür. Ədalətlidir. Necə az öncə söylədim. Amma insanlar təəssüf edir iki qismdir indiki zamanda. Kamil insan var, cahil insan var. Bəli, az öncə söylədim. Xətasız qul yoxdur. Hər kəsin səhvi var, yanlışı var. Və çalışmaq lazımdır o səhvi düzəltmək. Tövbə etmək çoxlu, məsələn, istiğfar etmək, Allah Subhanahu taala çox zikr eləmək, günahlarımızdan arınmaq üçün dualar etmək, məsələn, ki Allahdan bağışlanma diləmək ki, yəni Allah bizi bu günahlardan, bu işlərdən bizi mühafizə eləsin, bizə məsələn yardımcı olsun. Ben senden bir şeye dikkat çekmek istedim. Sana görmüşsən də namaz qılır, oruç tutur, ona bir müsbət baş verən də bu. Deyir ki, mən axı namaz qılıram. Sevdiği bunlar imtihan edir. İmtihan düz söhbətdir, imtihan, hər bir müsbətdə imtihan var. Amma müsbət zülmə gətirirsə, yəni bir müsbətə məruz qalan adam həddi aşdı, həm bəlkə də onu həddi aşılmayacaq bir müsbətir. Onda əgər zülm olun, sınar da imtihan. zülm varsa, zülm zalimin sifətindəndir. Zalim də şeytandır. Xətası hardadır bəs? Allah çox mərhəmətlidir, rəhimlidir. Şükürsən. Xətası bəlkə də yetimin haqqını yeməkdəndir. Mən deyirəm, məsələn, bir adam var idi, adını çəksən qeybət olardı. İnşallah fitnəni açsam, təbliğ eləyərəm ki, fitnəni tərəfim. Ehtiyac yox da açır. Hə, qohumudur. Məsəl üçün, çox imkanlı olub qohumu. Zəngin olur. Hə, atası dünyanı dəyişib. Bunlar yetimin haqqını mühafizə eləməlidirlər. Təbii ki, qorumalıdır. Hə, sonra 7 yaşına çatanda Quran ayəsinə sabitdir. Geri iade eləməlidirlər, iade etmirlər. Vermirlər, bəli. Yeyirlər. Öz şeyində deyir ki, mən bu mal üçün əziyyət çəkmişəm, bu mənimdir. Axı yetimin haqqı. Mənimsəyirlər demək istəyirsən. Hə. Olmaz tabii. Yeyin müsbət güzəlir. Heç ağlına düşmür ki, mən yetimin haqqını deyim. Allahım deyir, mən namaz qılıram, mənə niyə zülm gəlir? Bu dəfin deyir, tövbə edirəm. Hansı günahımla? Axı sən yetimin haqqını yeməkdən peşman olmadın. Haqq yeməyin tövbəsi yoxdur. Tövbəsi geri qaytarmaqdır. Oğurluğun tövbəsi yoxdur. Tövbəsi olmayan günahlara qisas tələb olunur. Amma bunlar deyir ki, vermədən mənə Allah bağışlasın, mən cənnətə qoyum. Sən Allahın verdiyi rızıdan da Allah yolunda verməlisən. Ənkəbut surəsində bilsən nə deyir Quran-ı Kərimdə? Ənkəbut surəsində. Deyir, onlar elə bilirlər, onlarla sorğu-sual olur, möminləri deyir ha. Biz deyir, onlarla da mütləq sorğu-sual edəcəyik. Yəni onlara da hesaba çəkəcəyik. Elə bilməyin ki, yəni hə, biz namaz niyazımız deyir, bitdi, xeyr. Yəni onlarla da deyir, hesab çəkəcəyik. Yəni onlar da etdikləri günahlara görə cavab verəcəklər. Bilsən də sosial şəbəkələrdə çox vaxt uşaqlar izləyir. Və o, mənim də övladım var, sənin də övladın var. Təbii ki. Biz çalışmalıyıq ki, onların aralaşdıraq. Bəli, uzaqlaşdırmaq. Hə, o dinsizlik heç vaxt heç bir millətdə xeyir gətirmir. Elədir, doğrudur. Dinsizlik ana-ataya qarşı gəlməkdir. Dinsizlik imanı olmamaqdır. Doğrudur. İstənilən şeyi eləyə bilər, istənilən xətanı, günahı eləyə bilər. Və o da cəmiyyətin pozulmasına, cəmiyyətin korlanmasına səbəb olacaq. Müharibə artıq sosial şəbəkələr olur. Bəli, bəli. Bizim imanımızı alçaldaraq, özümüzü əlimizdən alaraq bizi günc vəziyyətə qoyacaqlar. Çünki bizim xislətən, genetikan, biz müsəlman, türklüyük, Elhamdülillah. Azərbaycanlıyıq biz. İnansız kimi, Dinsiz. aftaha götürməyən adamlar kimi yaşaya bilmirik. Çünki xislətimizə uyğun gəlmir. Bəli. Ona görə bizim ata-baba dinimiz İslamdır. Şəriətimiz Onu var, da bəli, dinimiz var. İnşallah Həmd bu olsun. söhbətlərdən sonra daha da çox qəbul edəcəm. Çalışacağam ki, çoxdan ibadətlə məşğul olan dindar adamlarla intervyu alım, daha xeyirli olsun, daha yaxşı olsun inşallah. İnşallah, inşallah. Cəmiyyətimizə inşallah xeyirli, bərəkətli olsun. Hacı da inşallah Raçxor bölgəsində
bərbəliklə məşğul olur. Bizi izləyən Türk qarşı uşaqlarından, müsəlmanlardan gəlsinlər saçlarını bizə həvalə eləsinlər. Müsəlman stili hacdadır. Saç stili. Bir də var ki, hacı stili. Hacılar da fərqli-fərqlidir. Fikir vermişsən, hacılar indi o qədərdir ki, amma hər niyyətlə hacca gedənlər var da. Adı ilə də çağırdım. Hacı Elçin qardaşımızı. Allah bütün cəhətdən qəbul etsin inşallah. Allahın salamı, xeyir bərəkəti olsun hər birinizə.